dəhşət ləzzətli toyuq dönəri verən bir məkan tapmışam. Əminəm burada tombik dönəri yesəniz mənə çox sağ ol deyəcəksiniz. Məkanın adı Enfes Dönər adlanır və İnşaatçılar metro stansiyası yaxınlığında yerləşir. Sözün düzü burada ət dönəri sınamadım, toyuq dönəri daha da ləzzətli görsəndi deyə 3 fərqli məhsullarından sifariş etdim. Tombik dönərin qiyməti 4 manat idi. O qədər doyumlu və o qədər ləzzətli idi ki, çəkilişdən sonra evə də sifariş etmişəm. Möhtəşəmdir, rahatlıqla sifariş edə bilərsiniz. Növbəti sınadığım isə toyuq bastırma oldu. Qiyməti 3 manat 50 qəpik idi. Bunun da dadına söz ola bilməz. Həqiqətən də toyuq dönərləri möhtəşəmdir. Yeyə o qədər zövq aldım ki. Son olaraq isə Enfes dürüm sınadım. Bunun isə qiyməti 5 manat 40 qəpik idi. Ölçüsü o qədər böyük idi ki, bunu inanmıram bir nəfər sonadək yeyə bilər. Amma tam belə doymaq istəyirsinizsə bunu sifariş edə bilərsiniz. Onun da dadını bəyəndim, yaxşı idi. Amma bir daha vurğulayacağım, tombik dönər üçün ürəyim getdi. Qeyd edim ki, məkanda bir neçə kombo menyu da var. Qarşısında əyləşib və ayaq üstə yemək üçün xüsusi yeri də var. Voltda, Boltda da aktiv. Dadsanız mütləq fikirlərinizi mənimlə də bölüşün. Yasamal ATS-nin yanında yerləşir, aşağıda səhifələrində mütləq qeyd edəcəm.